Biz topraktaşlar təmizliyirik, dədə. Biz işləyirik, qumlayırıq. Bəlkə nə məsləhət görürsən, dədə? Aslətdir. Elimizin başına çox sağlıqdır. Gördüğünüz üçün çox ilimlərimiz kırılmışdır. Amma tam kırılmadı. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Oğul, atam və İrək bu illəri qorumaq üçün çox işləyir. İndi gərək sən də biləsən ki, bu torpaqların yurt, vətən olması üçün iki şərt lazımdır. Birincisi odur ki, gərək sən bu torpaqları qoruyasan. O birisi odur ki, gərək sən bu torpaqları əkib becərəsən. Torpağı əkib becərmədin, qorumağa dəyməz, qoruya bilmədin, əkib becərməyə dəyməz. Oğul, qalq Ozudağın başına 3 ton qalqalar. 1 ton qalqalayanda ilginiz şərliyə toplaşır. 2 ton qalqalayanda baskınlardan qorunmağa yetişir. İndi qoy 3 ton qal gördükdə hər kəs cüzlə, xışla gəlsin. İndi qoy hər kəs bilsin ki, işləmək vaxtıdır. İşimiz aman, torpağımız bərəkətli olsun. Çağlan baxın sularımız durmasın. Qalanlarımız qırılmasın. Uca dağın alovları yanar dursun. Bayramınız mübarək.